Böyük Karldan fərqli olaraq 1-ci Otto A variantında İtaliyanın şimalını ələ keçirmişdi. Bu, hər ikisi üçün oxşar cəhətdir. İtaliyanın şimal hissəsinə nəzarət hər ikisinin tərəfindən həyata keçirilmişdi. Poitiers döyüşündə qələbə qazanılması bu Karl Martelin fəaliyyətinə aiddir 732-ci ildə. Roma papası tərəfindən imperator elan edilmişdi. Hər ikisi üçün oxşar cəhətdir, fərqli cəhət ola bilməz. Yeni dövlətin əsasını qoyulmuşdu, doğru cavabdır. 1-ci Otto 962-ci ildə müqəddəs Roma imperiyasının əsasını qoyub. Verden şəhərində müqavilə imzalanmışdı. Verden 843-cü ildir və heç birisinə aid deyil. Mezolit dövründə ibtidai cəmiyyətin həyatında baş vermiş yeniliklərdəndir. Xüsusi ibadət evlərinin inşa edilməsi erkən Tunç dövrüdür və Mezolit dövrünə aid deyil. Quruçay mədəniyyəti alt paleolit dövrünə aiddir. Ox və kaman mezolit sualımızın cavabıdır. Axirət dünyasına inamın yaramağa başlanması orta paleolit. Əgər mövcud olması desəydi götürə bilərdik. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi orta Tuncdur. İkinci ictimai əmək bölgüsü götürə bilmərik. Həm də axirət dünyasına inamın mövcud olması yazılsa belə yenilik hesab olunmur. Ona görə burada başlanması deyir və biz bunu orta paleolit götürəcəyik. Doğru cavab olacaq C variantı. Hülakü xana aid klaster mərsləşdirilmiş dövlət yaradıb Hülakü xan, digər üçünü tapmalıyıq. Bilirik ki, Qazan xana qədər Hülakülər, Hülakü hökmdarları yerli feodalların sıxışdırılması, köçəri feodalların himayə olunması siyasətini yürüdüblər. Ona görə burada 1 aiddir, 5 aid deyil. Monqolların 2-ci yox, 3-cü yürüşünə rəhbərlik edib. Abbasilər xilafətin süquta uğradıb 1258-ci ildə Bağdadın tutulması ilə. Doğrudur. Qızıl Ordu xanlığı ilə mübarizə aparıb, bəli, doğrudur. 1163-cü ildən etibarən Qızıl Ordu müharibələr başlayıb onun dövründə. Doğru cavab B variantı 1, 3 və 4 olacaq. Perikl eramızdan əvvəl 443-cü ildə deməli strateq seçilmişdi Afinada. Qayqıraq eramızdan əvvəl deməli 133-cü ildə xalq tribunu seçilmişdi. Onlar yoxsulların maraqlarına xidmət edirdilər və onların maraqlarını müdafiə edirdilər. Periklin dövründə yoxsullar dövlət vəzifələrində çalışa bilirdilər və əmək haqqı verilirdi. Amma Romada əmək haqqı sistemi mövcud deyildi yoxsulların dövlət vəzifələrini tutmaq müqabilində. Ona görə Y səhvdir. Qulların öz əməklərinin maraqlarının azalması eramızın 2-3-cü əsri bu quldarlığın tənəzzülü zamanı baş vermişdi. C variantı taxıl və digər zəruri ərzaq məhsullarının ixracı qadağan oldu. Bu eramızın 594 Solon islahatıdır. Xalq yığıncağı ali hakimiyyət orqanına çevrildi. Bu heç birisinə aid deyil. Yoxsullara taxıl paylandı, bəli. Hər ikisinin dövründə keçirilən tədbirlər, Periklin dövründə demoslar, Qayqıraqın dövründə plebeylər, zəruri ərzaq məhsullarla təmin olması istiqamətində addımlar atılmışdı. Ona görə taxıl yardım edilməsi hər ikisinin oxşar cəhəti olacaq. 35-ci sualda deməli 1496-cı ildə Gödə Əhmədin Naxçıvan döyüşündə Rüstəmi məğlub etməsi, daha sonra taxta yiyələnməsi və ölkədə özbaşınalığa qarşı mübarizə aparıb mərkəzi hakimiyyəti gücləndirmə cəhdləri eyni zamanda vergi islahatından bəhs olunur. Gödə Əhmədin mətnində bəhs olunan siyasəti nəyə səbəb oldu? Yürütdüyü siyasət qeyd etdiyimiz kimi hərbi əyanların müqavimətini qırmağa, ara müharibəsinə son qoyub dövləti möhkəmləndirməyə cəhd edib Gödə Əhməd və bu nəyə səbəb ola bilər? Ölkədə uzun müddət siyasi sabitlik bərqərar olub, tamamilə yanlışdır. Çünki onun hakimiyyət dövrü heç bir il çəkmədi, qısa müddət çəkib və cəhdləri nəticəsiz qalmışdı. Mərkəzləşdirilmiş dövlət ümumiyyətlə Ağqoyunlu tarixinə aid deyil. Sənətkarlardan tamğı vergisinin ləğvinə yanlışdır. Bu Səfəvilərdə 1-ci Təhmasib tərəfindən 1565-ci ildə ləğv olunacaq. Bayandurlu sülaləsinin hakimiyyətin gücləndirilməsinə, əksinə yəni cəhdlər nəticəsiz qalmışdı. Hərbi köçmə əyanların qiyamları, bəli, Y variantı doğrudur. Çünki onun bu siyasəti onların əks həmləsinə səbəb olmuşdu və onlar qiyamlar qaldırırdılar. Y variantı doğrudur. İki dövlət arasında manevr etməklə müstəqilliyini qorumağa çalışan hökmdarları müəyyən edin. Özbək, Huşəng, Aza, yəni burada demək olar ki, heç birisinə aid deyil. Sadəcə Aza ola bilər ki, bu Urartu Assuriya mübarizəsində qeyd oluna bilər. Əvlasvar, Şavur, Oroys, Hülakü xan, burada da həmçinin yəni heç birisinə bu situasiya çox xarakterik deyil heç birisinə. Artabazd ola bilər. Artabazd deməli eramızdan əvvəl 36-cı il o Parfiya Roma
arasında müəyyən deyək ki, dəyişikliklər eləmişdi. 36-cı ilə qədər Parfiya ilə, sonra isə Roma ilə diplomatik əlaqələr qurmuşdu. Cavanşirin dövründə də bunu demək olar, onun hakimiyyəti dövründə də müxtəlif təhlükələrlə üz-üzə qalmışdı və xilafətlə danışıqlara gedərək Albaniya daxili müstəqilliğini qoruyub saxlaya bilmişdi. 1-ci İbrahim də demək olar Toxtamış və Teymurun yürüşləri zamanı Əmir Teymura meyllənərək daxili müstəqilliğini qoruyub saxlanmışdı. C variantı ola bilər. D variantında burada belə bir situasiya çox da demək olar ki, xarakterik deyil heç birisinə. Y variantında ümumiyyətlə Babək hökmdar deyil, Y variantı olmaz. Digər şəxslər də sualın şərtindəki tələbə uyğun deyil. Doğru cavab olacaq C variantı. Urartu dövlətinin Mannada yürütdüyü xarici siyasət üçün xarakterikdir. Manna dövlətlə mübarizədə İskitlərlə birləşməsi bu yanlışdır. Urartu İskit ittifaqına söhbət getmir həmin dövrdə. Aşirin hakimiyyətdən salınması bu deməli Assuriya hökmdarı Aşurbanipalın yürüşü nəticəsində qalxmış üsyan. Yəni həmin dövrdə Assuriya meyilli halini qaldırdığı üsyan nəticəsində Aşir devrilib və həmin dövrdə Urartu hücumları artıq olmurdu Mannaya. Manna torpaqları 2-ci Sarqonun hücumlarına müdafiə edilməsi əksinə 2-ci Sarqon Urartudan müdafiə edirdi Manna torpaqlarını. Vilayət hakimlərinin Manna hökmdarı əleyhinə qaldırılması bəli, variantı doğrudur. Misal üçün eramızdan və 719-cu il üsyanları elə Urartun təhriki ilə qalxmışdı İranzuya qarşı. Parçalamaq məqsədinə xidmət edirdi bu siyasət. Şu anda Durduqa şəhərlərində baş vermiş üsyanların yatırılması yox, əksinə o üsyanların təşkili Urartunun xarici siyasətinin əsası təşkil edirdi. Yatırılması Assuriya hökmdarı 2-ci Sarqonun köməkliyi ilə baş tutmuşdu. Sasani şahı 1-ci Xosrov və Elxani Qazanxanın torpaq islahatına əsasən kəndlilərin bir yerdən başqa yerə köçməsi qadağan olunması bu Qazanxanın 1303-cü il fərmanında Xosrova aid deyil. Sahibsiz torpaqlar hərbçilərə paylandı. Bəli, B variantı doğrudur. Həm 1-ci Xosrov öz dayaqlarını gücləndirmək üçün sahibsiz torpaqları hərbçilərə paylayıb, həm də Qazanxan Bayrat torpaqlarının dövlətin fonduna keçərək iqta kimi ayrı-ayrı hərbçilərə paylayıb. B doğrudur. Əkilməyən torpaqlardan xərac alınması dayandırıldı. Bu xəlifə əlinin vergi islahatıdır. Vergi toplaması mərkəzi divana həvalə olundu. Bu Qazanxanın vergi islahatıdır. Xostak adlanan şəhər torpaqlar meydana gəldi. Bu isə 1-ci Xosrovun deməli dövründə baş verib. Qazanxan dövründə xidmətə görə Xostak yox, iqta adlanan torpaqlar paylanılırdı. 39-cu sualda xəritə sualıdır. Xəritədə paytaxtlar rəqəmlərlə işarələnmiş dövlətlərə aid uyğunluğu müəyyən edin. Burada baxırıq, deməli 3 Şamaxıdır. 2 deməli Naxçıvandır. 1 isə Təbrizlə deməli Təbriz şəhərinin yerini göstərir. Herat müqaviləsinin imzalanması burada bizdən nəyi soruşurdu? Paytaxtlar göstərilmiş dövlətlərə aid. Herat deməli Qaraqoyunlu Teymur arasında imzalanıb. Qaraqoyunluların paytaxtı olub deməli Təbriz şəhəri. Deməli A1-ə aiddir. Gürcü Çar 4-cü Davidin hücumuna məruz qalması, onun Şamaxıya hücumları olub. 1123-24-cü il yürüşləri var. 1120-ci il yürüşü var. B aiddir 3-ə. Şəmsəddin Eldəniz tərəfindən yeni dövlət, Eldənizlər dövləti paytaxtı isə Naxçıvan olub, ilk paytaxt. C aiddir 2-yə. Kəsranilər sülaləsinin hökmranlıq etməsi. Kəsranilər 1027-ci ildə hakimiyyətə gəliblər və Şamaxı paytaxt olub həmin vaxt. D variantı da 3-ə aiddir. Teymurilərin Azərbaycandakı torpaqlarındakı hakimiyyətdən son qoyulması bu 1408 Sərdurud döyüşü nəticəsində Qaraqoyunlulara aiddir. Amma yeni biz 1-ə aid eləməməliyik. Çünki sualın şərtində dövlətlərdən söhbət gedir. Dövlətlərə aiddir deyir və Y variantı isə Qaraqoyunlulara aid olsa da Qaraqoyunlu dövləti həmin vaxt yaranmadığı üçün yeni götürməməliyik. Ona görə də doğru cavab 1A, 2C, 3 isə BD olacaq. Əgər biz yanlışlıqla Y-ni götürürsək, cavab C variantına oxşuyur. Əgər elə olsa, burada sadəcə Y artıqdır. Y-ni də biz götürməməliyik dediyim amilə görə. Qaraqoyunlu dövlətinə aid deyil. Sualın şərtində dövlətlərdən söhbət gedir. Sxemdə verilənlərə əsasən 1-ci Pyotrun islahatlarının aid olduğu sahəni müəyyən edin. Rekrut mükəlləfiyyətin tətbiqi. Bu kifayət edir ki, biz bilək ki, hansı islahatdır bu. Çünki rekrut əskər yığımı ilə bağlı bir qaydadır.
Metallurgiya manufakturların tikilməsi o silah istehsalı ilə bağlı idi. Deməli, hərbi islahata aiddir. 11-ci əsrin 40-cı illərində Şəddadilər dövlətinin tarixçisi Səciyyəvidir. Səlcuq sərkərdəsi Buğanın Gəncə ələ keçirməsi yanlışdır. Bu 11-ci əsrin sonudur. Həmçinin 40-cı illərdə Gəncə üzərinə, Şəddadilər üzərinə hücum olmayıb. 1054-də asılı hala salınıb, 1088-də də ləğv olunub. Slavyanlarla birlikdə Beyləqanda baş vermiş üsyanın yatırılması bu 1030-cu ildir Beyləqan üsyanı. Təbildə müstəqil əmirliyin yaranması ümumiyyətlə Şəddadilər dövlətinə aid deyil, 951-dir. Əbləsvar Şahın Səlcuq dövlətinə müqavilə imzalaması 1054-dür. Səlcuqlarla birlikdə Bizans qoşunlarının məğlubiyyətə uğradılması 1048-dir və cavab Y variantıdır. 42-ci sualda deməli səbəb nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Oğuz və Peçeneglərin Səlcuqların tərəfinə keçməsi Dəndənəkan döyüşündə yox, Malazgirt döyüşündə Səlcuqların qələbəsinə təsir edib Bizans üzərində. Jaklar üsyanının baş verməsi ilə protestantlara qarşı kütləvi qətliamın heç bir əlaqəsi yoxdur. 1358 və 1572-ci il hadisələrdir. Fernando Magellan ilk dünya səyahəti nəticəsində yerin kürə şəklində olması sübut olunur. Hindistanda dəniz yolunu Vasco da Gama kəşf eləmişdi. Katolik kilsəsinin Wormsda toplantı keçirilməsi bu reformasiya mövzusundadır. 16-cı əsrin 20-ci ildə 1521-ci ildə xas yürüşləri bu Clermont qurultaydı 1095 D-də yanlışdı. Qızıl Ordu dövlətinin 15-ci əsrdə parçalanması nəticəsində Qazan, Həşdarxan, Krım, Noğay ordusu kimi dövlətlər yaranmışdı. Y variantı doğrudur. Göstərilənlərin aid olduğu dövləti müəyyən edin. Müqəddəs Roma imperiyasının tərkibində olub. 19-cu yüzilliyə qədər siyasi dağınıqlıq. Bu Almaniyadır. 1871-ci ildə vacib şəkildə birləşib Almaniya. Almaniya isə xəritədə 2 rəqəmi ilə ifadə olunub. Burada 1, deməli İspaniya, 3 Fransa, 5 İngiltərə, 2 Almaniya, 4 isə Osmanlı imperiyasını göstərir. Albaniya qayıtdıqdan sonra Cavanşirin həyata keçirdiyi ilk tədbir. Cavanşirin Albaniya qayıtdıqdan sonra ilk tədbiri deməli özbaşınalaşmış Sasani feodallarına qarşı uğurlu mübarizə olub. Doğru cavab burada D variantı olacaq. Burada B ümumiyyətlə Cavanşirin fəaliyyətinə aid deyil və Kadisiya döyüşü o demək ki Sasanilərlə müttəfiq münasibətləri olan döyüşdür. O 636-cı il Kadisiya döyüşündə qayıtdıqdan sonra ilk işi ölkədə olmuş özbaşınalıqla məşğul olan Sasani feodallarına qarşı uğurlu mübarizənin aparılması olub. Burada A ilə C də onun fəaliyyətinə aid rəsmdə, amma ilk tədbir soruşduğu üçün biz D-ni götürməliyik. Məntiqə arıcılığı tamamlayan Kubilay xan paytaxtı Qaraqorumdan Pekinə köçürür. Ulusların böyük xanla əlaqələri zəifləyir və bu nəticəsində A ola bilməz. Cuci nəslindən olan xanların hakimiyyətinin başa çatması Qızıl Ordu tarixinə aiddir. Batxanın yürüşlərinin dayandırılması səbəbi bu ola bilməz. Çünki Batxanın yürüşləri daha öncə olmuşdu və bu yürüşlərin dayanma səbəbi ümumiyyətlə bunlar deyil. Böyük xanın ölümü o səbəblərdən biri idi. Monqol imperiyasının müstəqil dövlətləri parçalanması, bəli. Çünki ulusların böyük xanla əlaqələrinin zəifləməsi Monqol imperiyasının həmin ulusların müstəqil fəaliyyət göstərməsinə şərait yaratdı. C doğrudur. Sərbədarilər üsyanı bu dövrdə deyil ümumiyyətlə. 100 il sonra 1365-66-cı illərdə olub. Kalka döyüşü də daha əvvəl olmuşdu 1223-cü ildə və orada Monqollar məğlub olmamışdı. Rus qıpçaqları məğlub etmişdilər. Qızıl Arslan Şirvana nə üçün hücum edib? Hücum etmək məqsədi nə olub? Çünki Şirvan hökmdarı, Şirvanşah hökmdarı 1-ci Aksitan tabi olmaqdan boyun qaçırır və bunun qarşısını almaq üçün Qızıl Arslan Şirvana hücum edib 1-ci Aksitanı yenidən asılı hala salır. A səhvdir. B səhvdir. Çünki bu dövrdə məziyyətlər hakimiyyətdə deyil. C səhvdir. Bu dövrdə 3-cü Mənçur yaşamır. D səhvdir. Slavyanların hücumu 1175-dir. Y isə doğru cavabdır. 1-ci Aksitanın müstəqillik meyillərinin qarşısını almaq. 3 xanlıq verilib. Urmiya, Təbriz və İrəvan xanlığı. Venn diaqramıdır. Çuxursəd Bəylərbəyliyin yerində meydana gələn 3 xanlıq var. İrəvan, Naxçıvan və Maku xanlığı. Deməli, A-nı aid eləməliyik 3-ə. Əmraslan xan tərəfindən yaradılan xanlıq Təbrizdir. Əfşar tayfasında olan xan
Urmiya, Təbriz, İrəvan, Zəncan. Bunların dördünü də Əfşarlar idarə edib. Ona görə ortaqdır C variantı. Hacı Çələbi xan hücumuna məruz qalması, Hacı Çələbi Təbriz xanlığına hücum etmişdi. Uğursuz olmuşdu amma. Qaraçəmən döyüşü olub Urmiya xanlığı ilə Zəndlər arasında Urmiya xanlığına aiddir. Doğru cavab 1Y, 2B, D, 3A, 4 isə C olacaq. Yəni A variantı. Burjuaziya adlanır. Anglikan kilsəsinin katolik ehkamlarına təmizlənməsini istəyənlər, bunlar protestant adlanır. Günahların bağışlaması haqqında Papa fərmanı bu indulgensiya, cənnət qəbzləridir. Başqa bir dövlət tərəfindən idarə olunan asılı ərazi bu müstəmləkə ola bilər. Muzlu əməyi istifadə etməklə qazanc əldə edən hakim sinif, bəli, D variantıdır. Burjuaziya kapitalizmin anlayışıdır və muzlu əməyi tətbiq etməklə qazanc əldə edən hakim sinif, bu burjuaziya adlanır. Bazarla əlaqəsi olmayan təsərrüfat, bu natural təsərrüfat adlanır. Qəçkirin üsulünün imzalanmasından sonra, yəni 1639-dan sonra Nadir üzünü şah elan etməsindən əvvəl baş verib, yəni 1736. A variantı İsfahan Səfəvilərin paytaxtı 1598-ci ildə olub, aid deyil. 1-ci Pyotrun Azərbaycana yürüşü 1722-dir, elə cavab B-dir. İlk müstəqil xanlıq 1743-dür. 1-ci Samniz üsyanı 1743-dür. Səfəvilərin Hörmüzü azad etməsi 1622-dir. Doğru cavab B variantı olacaq. 50-ci sualda uyğunluq gözlənilmişdir. İspaniyadan qovulan yahudilərə sığınacaq verib Sultan II. Bəyazid doğrudur. Şimal müharibəsində qələbə qazandı İsveç yox, Rusiya. İngiltərə Respublikanın elan olunması ilə başa çatdı Şanlı İnqilab. Xeyr, Şanlı İnqilab nəticəsində parlamentli monarxiya oldu. Respublika 1649-da Stuartların birinci dövrünün bitməsi nəticəsində olmuşdu. 18-ci əsrdə ABŞ-də qanunverici hakimiyyət orqanı məxsudi konqres düzdür. 1 və 4 doğru cavab olacaq Y variantı. Xəritədə işarələnmiş xanlıqlara da oxşar xüsusiyyətlər. Bu xanlığı Şəkidir. Bu xanlıq isə Qarabağdır. İkisinin oxşar cəhəti Quba xanlığı ilə mübarizə aparılması. Bəli, Quba həm Şəki xanlığına yürüş edib, asala salıb, Qarabağı da yürüş edib, amma uğur qazanmayıb. Amma nəticədə mübarizə aparılıb. Bir doğrudur. Qazax Borcağı Şəmşədlinin Gürcülərin tabeliyindən xilas edilməsi. Bu yox. Şəki və Gəncənin xarici siyasətində var idi bu. Fətəli xan Əfşardan asılılığı qəbul edilməz. Fətəli xan Əfşar 3 şimal xanlığını asıla salıb. Qarabağ, İrəvan və Şəki. Burada isə Qarabağ və Şəki verilib. Deməli, 3-ü də götürəcəyik. Şamaq xanlığının bölüşməsi Quba və Şəki arasında bölüşdürülüb, aid deyil. Doğru cavab B variantı 1 ilə 3 olacaq. Göstərilənlər aiddir. Hülaki dövlətində baş vəzir olub. Hülaki dövlətində vəzir 2 nəfər tanınmış şəxslərdən Nəsrəddin Tusi və Fəzullah Rəşdəddin Təbriz şəhərində mədrəsə deməli təşkil edib və Cami Təvarix əsərinin müəllifidir. Digər üçünə tam baxdıqda burada söhbət Fəzullah Rəşdəddindən gedir. Qazan xanın vəziri olub və onun deməli islahatlarında böyük rolu olub. İngiltərədə Stuartların sülaləsinin birinci dövrü üçün xarakterikdir. Birinci dövrü 1603 1649-dur. İkinci mərhələ isə 1660-88-dir. Birinci mərhələdə uzun müddətli parlament fəaliyyət göstərib. 1640-dan etibarən 53-ə qədər fəaliyyət göstərib. Anglikan kilsəsi olmaz. Çünki Anglikan kilsəsi 16-cı əsrdə reformasiyada Tudorlar dövründə meydana gəlib. Şimal Amerikada ilk İngilis koloniyası 1607-dir və birinci dövrdür. Birinci Jamesin dövründə elə Jamestown koloniyası adlanır. Oliver Cromwell özünün Lord Protector elan etməsi 1653-dür və birinci dövr deyil. Ümumiyyətlə Stuartlar o vaxt hakimiyyətdə deyildi. Doğru cavab 1-3 olacaq. 54-cü sualda Baharlı, Bayandurlu və Səfəvilərin fəaliyyəti üçün ümumi cəhətlər. Teymurlara qarşı mübarizə oxşar cəhətdir. Baharlı Teymurun mübarizəsi, Qaraqoyunlu, Sərdurud dövlətlər soruşmur. Sərdurud, Bağdad döyüşü, Alaşker, Təbriz və s. Bayandurlu və Səfəvilərin Teymurlarla mübarizəsi birlikdə. Bu hansı hadisədə olub? 1468-69-cu illərdə Teymura Əbu Səid Ağqoyunlu Həsən Padşahın üzərinə hücum edir. Ağqoyunlu dövləti yaranarkən. Bu hücum zamanı Səfəvilərin Ərdəbil hakimliyinin rəhbəri Şeyx Heydər deməli Həsən Padşaha
kömək edir, onun müttəfiqi kimi çıxış edir və Teymuriləri məğlub edirlər. Ona görə bir oxşar cəhətdir. Avropa dövlətlərinin odlu silah, bu Səfəvilərə aid ola bilər yalnız. Cəlaliri qoşunlarının məğlubiyyətə uğraması Baharlılara aiddir. Osmanlılarla dostluq münasibətləri, bəli, oxşar cəhətdir. Osmanlıla dostluq münasibətləri Baharlılar onsuz da həmişə dostluq münasibətləri saxlayıb. Bayandurlu dövlətində Yaqub padşahın dönəmində, Səfəvilərdə isə deməli Şah İsmailin dövründə 2-ci Bəyazidlə, bir də Şah 1-ci Abbasın dövründə 2-ci Osmanlı dostluq əlaqələri saxlanılıb. Düzdür, bu Bayandurlu və Səfəvilər müharibələr də aparıb, amma dostluq əlaqələri də saxlanılıb. Təbriz şəhərində yeni dövlətin əsasının qoyulması doğrudur bu da. Hər üçünün mərkəzi Təbriz olub və dövlətlərin əsası orada qoyulub. 1, 4 və 5. 55-ci sualda xronoloji ardıcılığı müəyyən edin. 2-ci Mehmedin Konstantinopol ələ keçirməsi 1453, Uyğur xaqanlığının meydana gəlməsi 744, Təbəriyə göl yaxınlığında xaçların məğlubiyyətə uğraması 1187, Kürşadın başçılığı ilə Göytürklərin üsyanı 639, doğru ardıcılıq 4, 2, 3 və 1 olacaq. Şirvanşah 1-ci İbrahimin Əmir Teymurla yaxınlaşmağa üstünlük verilməsinin səbəbi. Söhbət 1386-cı ildən gedir. Əmir Teymurun 1-ci yürüşündə Şirvanşah 1-ci İbrahim ondan asılılığı qəbul edir. Bunun üstünlük verməsinin səbəbləri Teymuri dövlətin Şirvan arasında daha uzaq məsafədə yerləşməsi. Bəli, biri budur. Çünki 1-ci İbrahim düşünürdü ki, Teymurilərin Şirvan üzərində nəzarəti daha zəif olar, çünki ərazisi uzaqda yerləşir. Şirvanşahlar dövlətin şimal sərhədləri mühafizəsini Teymurilərin rəhbərlik etməsi xeyr, elə Şirvanşahlar özü rəhbərlik edirdi şimal sərhədlərin mühafizəsinə. Əmir Teymur 1-ci İbrahimə tapşırmışdı bunu. 1-ci İbrahim Əmir Teymurun köməyi ilə Qaraqoyunluların tabelindən xilas olması. Heç bu dövrdə ümumiyyətlə Qaraqoyunluların asılılığında deyildi ki, onun da xilas olmağa çalışsın. 1412-ci ildə asıla düşmüşdü Qaraqoyunlulardan 1-ci İbrahim. O dövrdə də Əmir Teymur yaşamırdı artıq. Teymurilərin tutduğu ərazilərdə möhkəmləmə ehtimalının az olması, bəli, elə bunun da səbəbi elə bir idi. Daha uzaqda yerləşdiyi üçün nəzarət daha zəif ola bilərdi. 1 ilə 4 olacaq. Muğan qurultayı, Qızılqaya xəyanəti, Gavduşan döyüşü. Rus qoşunları Xəzər sahili vilayətləri tərk etdi. Bu 1735 Gəncə müqaviləsidir. Əfşarlar dövlətinin əsası qoyuldu. Bu Muğan qurultayıdır. B. Şirvan yarımüstəqil xanlığı elan olundu. Bu İstanbul müqaviləsinin şərtidir. 1724. Qubalı Fətəli xan qoşunları məğlub oldu. Bu Gavduşan döyüşüdür. Gürcü çar tərəfindən Azərbaycan xanları əsir götürüldü. Bu da Qızılqaya xəyanətidir. 1B, 2Y, 3D olacaq. Mətndə 100 illik müharibədən sonra İngiltərədə baş vermiş daxili müharibədən söhbət gedir. Yəni 30 il davam edib 1455-1485-ci illərdə davam edən Al Qızılgül və Ağ Qızılgül müharibələrindən söhbət gedirdi mətndə. 59-cu sualda iki feodal qrupun hakimiyyəti uğrunda apardığı müharibə nəticəsində hakimiyyətə gələn sülalə Tudorlar 1485-ci ildən 1603-cü ilə qədər onlar deməli İngiltərəni idarə ediblər Stuartlara qədər. 7-ci Henrix kral hakimiyyətini gücləndirmək üçün həyata keçirdiyi tədbir bir feodal deməli hərbi dəstələrinin ləğvi, 2 ara müharibələrinə son qoyulması, bunun nəticəsi də onsuz da ara müharibələrinə son qoyulması. Üçüncüsü isə zadəganlar üzərinə qoyulan vergilərin azaldılması. Yəni, ölkədə olan vergilərin azaldılması, ölkədə olan yuxarı təbəqənin bir növ dəstəyini qazanır. Bu cür himayəçilik siyasəti yürütməli və bunun nəticəsində də mərkəzi hakimiyyəti gücləndirməyə nail olmuşdu 7-ci Henrix Tudor, Tudorların ilk kralıdır.